Onlar hətta ölüdən də artıq pis insanlardılar. Əmirül-Möminin Əli əleyhissalam buyurur ki, nə çox ölmüşkən diri olan, nə çox dirikən ölü olan insanlar var. Bəzən görürsən, bir insandır, elə bir yaxşı adət qoyub gedib, elə bir yaxşı sünnə qoyub gedib, o dünyasını dəyişsə də, amma ondan sonra o yaxşılığı hələ də davam edir. Məsələn, yol çəkdirib, quyu qazdırıb, ağac əkdirib, xəstəxana tikdirib, məscid tikdirib, digər ictimai xidmətləri olub, hələ də Allah rəhmət eləsin, Allah ruhun şad eləsin deyirlər. Amma bəzi insanlar da var, sağ ikən ölüdülər. Onlar ziyan, şər, böhtan, qeybət, yalan, pislikdən başqa bir şey deyil. Onlar hətta ölüdən də artıq pis insanlardılar.